Qəbul imtahanına düşə biləcək, ekranda gördüyünüz sual izahına sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, yüklər asılmış, çəkisi nəzərə alınmayan çubuq tarazlıqdadır. İpin tezgərmə qüvvəsinin modulunu newtonlarla hesablayın. Bölgülər eynidir. Fikir versəz, burada bizim çəkisi nəzərə alınmayan çubuğumuzdan 2 dənə cisim asılmışdır. Və birinci cisimimizin çəkisi gördüyümüz kimi P bərabərdir 10 newtondur. Digər cisimimizin kütləsinə M desək, əlbəttə ki, onun çəkisini də hesablayacağıq mg ilə. Mən burada nə etməliyəm? Hansı ki, dayağı yerləşdirməliyəm. Fikir versəz, məndən tezgərmə qüvvəsini tapmağımı istəyir və P də verilib. Onda mən dayağı gətirib bax bura yerləşdirərəm ki, burada mg'nin qüvvə momenti sıfıra bərabər olsun. Çünki biz bilirik ki, əgər qüvvənin uzantısı dayaqdan keçərsə, onun momenti sıfıra bərabərdir. Baxın, bu zaman burada mg'nin momenti olacaq 0. Yəni, mənə mg məlum deyil deyə, mən onun qüvvə momentini 0 edirəm ki, mən onu nəzərə almayayım. Artıq buradan momentlər qaydasını tətbiq edəcəm. Biz bilirik ki, sadə əqrəbi istiqamətdə fırladan qüvvənin momenti sadə əqrəbin əksi istiqamətdəki qüvvənin momentinə bərabər olmalıdır. Baxın, fikir verin, P gördüyümüz kimi dayaqdan neçə dama məsafədədir? 4 dama məsafədədir. Onda yazacağım ki, P vurulsun 4 bərabərdir. Fikir verin, indi T nə qədər məsafədədir? T dayaqdan 1 dama məsafədədir. T vuraq 1 yazmalıyam. P-nin qiyməti 10 idi. 10 vuraq 4 bərabərdir. T vuraq 1-ə. Buradan da T aydın oldu ki, 40 newtondur.